Yəni e, daş həqiqətən daşdan bir hasar qurula bilir. Bu olur həqiqi mənada. Bir də var məcazi mənada. Məsələn, daş ürək. Mirzə Ələkbər Sabirin şeiri də var. Daş qəlbi insanları neylərdin ilahi. Yəni ürəyimiz həqiqi mənada daşdan ola bilməz axı. Yəni buradakı müəyyən bir xüsusiyyət onun üzərinə köçürülür. Yəni necə ki daş bərkdir, eləcə də insan qəlbi də daş kimi bərk ola bilər. Quran-Kərimdə də belə bir ayə var. Allah Teala deyir ki, elə daşlar var ki, görürsən ki, hətta Allah qorxusundan düşüb yuvarlanır, yəni qayadan. Və yaxud elə daşlar var ki, içindən bulaq çıxır. İçindən fışqırır, bulaq çıxır, yəni su çıxır. Hətta daşlarda da belə xüsusiyyətlər var. Amma insan qəlbi hərdən elə olur ki, yəni o daşı da geridə qoyur, bərklik xüsusiyyətində. Yəni belə hallarda olur. Yəni bu da deməli necə oldu? Daş ürək oldu məcazi mənada. Yəni əsas sualımız nə idi bizim? Yəni mətndə dedi ki, bizə qarşımıza çıxan əsas suallardan biri, məsələn, üzərində rəqəm yazılır və biz oradan məcazi və həqiqi mənada olanları seçib tapırıq. Yəni ona görə siz məcazi və həqiqi mənanı gözəl dərk etməlisiniz ki, onu öyrənməlisiniz ki, mətndə belə sual çıxanda, yəni mütləq çıxır belə sual. Yəni sualın biri bu formada olur. Biz onu düzgün cavablandıra bilək. Sonra mətni oxuyarkən diqqət edəcəyimiz bir digər nöqtə isə mətn daxilində hansısa bir cümlənin ümumiyyətlə mətnlə əlaqəsinin olmamasıdır. Bax, bu da düşür. Məsələn, biz deyirik axı, mətndə məzmun olmalıdır. Məzmunca o cümlələr bir-birini tamamlamalıdır. Yəni, bir məzmun ətrafında olmalıdır. Artıq, məsələn, elə bir mətndə məzmuna aid olmayan hər hansı bir cümlə verilir və artıq biz onu tapmalıyıq. Belə deyək, bədii mətnlərdə də olur, elmi mətnlərdə də. Məsələn, elmi mətnlərdə necə olur? Məsələn, tutaq, nəyinsə haqqında danışanda orada üslub fərq olur. Məsələn, götürür elmi üslubdan verir hər hansısa bir nümunə. Məsələn, bu əsas 11-ci siniflərə aiddir. Sizə əsas belə deyək, bizə bədii mətnlər üzərində burada baxacaq. Burada oxuyaq deməli, mən bir şeyi başa düşmürəm. Kasımın yanına kömək üçün gedirsən. O xoşallıqla səni qarşılayır və bacardığı qədər kömək edir. Varlığın yanına gedirsən, o sanki heç kimi görmür. Doğrudanmı bütün bunlar ancaq pulun təsirindəndir? Belə ki, bazar iqtisadiyyatında müasir dövrdə malların inflyasiya dəyəri 17%dir. Hər kəs pul əl çirkidir dediyi halda nə üçün bu çirkdə daha da batmağa çalışır? Bax, burada diqqət elədirsə, ümumi məzmunda nədən danışır? Belə deyək də, varı ilə kasıb, bunların pula olan münasibəti, yəni məzmun bundan aiddir. Amma burada fikir verdiniz, məsələn, deyir ki, belə ki, bazar iqtisadiyyatında müasir dövrdə malların inflyasiya dəyəri 17%-dir. Yəni artıq burada tam məzmunla əlaqəli olmayan cümlə verilir. Yəni buradan bilirik ki, bunun mətnə aidiyyəti yoxdur. Deməli, bir dəqiqə buradan qələmi götürək. Deməli. Bax, burada diqqət elədiniz, bazar iqtisadiyyatı müasir dövrdə malların inflyasiya dəyəri 17%-dir. Bax, burada da göstərir. Verilən parçada diqqət etdinizsə, belə ki, bazar iqtisadiyyatında müasir dövrdə malların inflyasiya dəyəri 17%-dir cümləsi məzmunla səsləşmir. Yəni, bu elə çətin sual olmur. Əslində, diqqətlə mətni oxuyanda həmin cümləni seçə bilirik. Sanki elə bir cümlə oradan bizə gülür ki, yəni mən burada artıram. Yəni onu tapa bilirik. Sonra, bura qədər əsas belə deyək. Əsas bizə mətnlərdə nə düşür, nələrə diqqət eləməliyik, onlara baxdıq. Bir də ondan sonra gəlir iş üsulları. Bunları da yəqin ki, kim test işləyirsə, onları görür. Məsələn, klaster var. Klaster nədir? Bax, belə bir formada yəni cədvəl verilir. Yəni burada klasterin açar məqamıdır. Yəni burada verilibsə, doğrudursa, yəni belə deyək, testlərin çoxunda 99%-ında doğru verilir. Amma bəzən son vaxtlarda testlərdə görürük ki, məsələn, burada səhv də verə bilirlər. Yəni biz burada verilənə əsasən tapırıq. Buradakı doğrudursa,
Bax, biz də bura doğru fikirləri seçirik. Aşağıdan bizə testdən verilən bəndlərdən. Yox, buradakı yanlışdırsa, artıq biz buradan yanlışları seçirik. Yəni, bax, bu məntiqi budur. Yəni, mətndə tutaq hər hansısa bir obraz verilir, bizdən soruşur ki, o obraza aid xüsusiyyətlər. Birini də burada mütləq verirlər özləri nümunə kimi. Birinci nümunə kimi verirlər. Biz digər 2 dənəsini və ya 3 dənəsini tapmalıyıq. Bax, bu klaster sualıdır. Klaster şaxələndirmə deməkdir. Yəni, bu formada onu tapa bilirik. Yəni, mənə elə gəlir, bu çətin deyil. Çünki bu KSG-lərdə də düşür belə suallar. Yəni, görmüsünüz. Sonra, dediyim kimi, burada görürsünüz, göstərib klasterin açar hissəsi. Yəni, əsas bura diqqət edilir. Doğrudursa doğru, yanlışsa yanlış. Yəni, bunu çox burada verilib, geniş izahı. Yəni, sizi yormaq istəmirəm. Çünki əsas bunun məntiqin başa düşəndən sonra testləri işləyəndə görəcəksiniz inşallah. Orada qarşınıza çıxacaq. Aha, sonra. Deməli, Venn diaqramı. Bu da əsas sual tiplərindən biridir. Bax, Venn diaqramı. Venn diaqramda nədir? Bax, Venn diaqramı qarşılaşdırmadır, yəni müqayisə. Bax, belə bir dənə, 2 dənə dairə çəkilir. Burada 2 dənə verilən hər hansısa bir, məsələn, belə deyək, Azərbaycan dilsə nitq hissələri verilə bilər, ədəbiyyatsa surətlər verilə bilər əsərdən və yaxud mətndirsə yenə, orada nə qarşılaşdırılırsa, birinin yazılır adı bura, digəri bura. Sonra, bax, bu hissədə birinci verilənə aid xüsusiyyətləri tapırıq. Bu hissədə ikincinə aid olan xüsusiyyətləri, ortada isə hər ikisinə aid olan, yəni ortaq xüsusiyyətləri tapırıq. Bax, burada əsas bizi nə ilə çaşdıra bilirlər? Məsələn, tutaq birincinə baxırıq. Bax, tutaq ismə aid bir xüsusiyyət verilib. Yazır ki, məsələn, isim əsas nitq hissəsidir. Bəli, doğrudur. Amma biz bunu doğru kimi götürə bilərik? Xeyr. Niyə? Çünki digərindən qarşılaşdırırıq. Sifətə baxırıq. Sifətdə əsas nitq hissəsi daxil. Ona görə hər ikisi əsas nitq hissəsi olduğuna görə, deməli, biz bunu ortaya yaza bilərik. Ortaq xüsusiyyət kimi. Burada isə yalnız ismə aid xüsusiyyət yaza bilərik. Məsələn, ümumi və xüsusi olur, tək və cəm olur. Məsələn, sifətə aid nə yaza bilərik? Məsələn, sifət dərəcə əlaməti bildirir. Məsələn, dərəcələrə görə dəyişir. Adi dərəcə, çoxaltma, azaltma. Yəni, burada hərəsinə aid xüsusiyyət. Ona görə mütləq testi işləyəndə, məsələn, birinci tərəfə baxanda, birinci baxırıq, tutaq birinci fikrə. Əsas nitq hissəsidir. Sonra qarşıdakı fikirlə qarşılaşdırırıq. Əgər onda yoxdursa, doğru olaraq götürürəm. Əgər onda varsa, deməli, bu doğru deyil, səhvdir. Fikir olaraq doğrudur, amma yeri səhvdir. Bax, bu məqama çox diqqət edirsiniz. Ondan sonra ortada isə hər ikisinə aid olan xüsusiyyəti istəyir. Bir də belə testlərdə bizdə baxırıq, bizdə nə istəyir? Məsələn, son vaxtda belə suallar çox düşür. Məsələn, uyğunsuzluq hərdən istəyir. Uyğunluq deyirsə, doğru olanları götürür. Uyğunsuzluq deyilsə, artıq səhv olanları götürür. Yəni, bunlara da fikir verməliyik. Sonra, dediyim kimi, yəni elə çətin deyil. Yəqin ki, başa düşdünüz. Venn diaqramı. Yəni, bu da çox düşür testlərdə. Sonra. İndi, aydın məsələdir ki, bu mətnlər üzərində olacaq. Yəni, həm qrammatika suallarında olur bu sual tipi, həm də mətn suallarında. Tip olaraq eynidir. Sonra baxırıq burada. Bir dəqiqə baxın, bəlkə kimsə daxil olmaq istəyir. Bunu aşağı. Aha.